Salam uşaqlar, hər vaxtınız xeyir. Bizim bugünkü mövzumuz nədir? Gəlin baxaq görək. Uşaqlar, özümüzü yoxlayaq bölməsidir. Sonuncu hissədir. Səhifə neçəni izah eləyirəm? 71-i. Gəlin izah eləyək görək nələr var. Bunlardan hansı kompüterin hissəsidir? Gəlin baxaq uşaqlar. Birinci şəkildə nə görürsünüz? Pult. Pult nədir? Televizorun, kondisionerin və yaxud soyuducunun pultu ola bilər. Və yaxud DVD-nin pultu. Yəni birinci uyğun deyil. İkinciyi saxlayırıq. Üçüncü nədir? Sintezatordur. Yəni bu pianodur, sintezatordur. Bu nəyə aiddir? Bu musiqi bir alətidir. Yəni bunun da heç bir aidiyyəti yoxdur. Amma üçüncü qırmızı rənglə rənglədiyim var. Bu artıq nə oldu? Klaviaturadır. Klaviaturada nədir? Kompüterin əsas hissələrindən biridir. Mətn yazılmasına kömək eləyir. Sual 2. Bunlardan hansı monitordur? Gəlin baxaq görək bunlardan hansı monitordur. Uşaqlar, birinci çap edənə oxşuyur, skannerə oxşuyur bu. Daha doğrusu printerə oxşuyur, printerdir bu. Skanner kompüterin içərisinə çap edir. Printer kompüterin içindən çölə çap edir. Bunu unutmayaq. Birinci printerdir, yəni monitor deyil. Yəni bu deyil. İkinci kolonkadır. Səs ucaldan, bu da deyil. Üçüncü, bəli, monitordur və kompüterin əsas hissəsini təşkil edir. Çünki kompüterdə informasiyanın görünməsi üçün nə lazımdır? Əsasən monitor lazımdır. Monitor olmasa, heç biri bir işə yaramaz. Deməli, monitor cavab oldu. Sual 3. Bu əşyaların oxşar əlaməti nədir? Gəlin, baxaq görək oxşar əlaməti nədir? Birinci siçandır, ikincisi isə pultdur. Pult, kondisionerin, sonra soyuducunun, DVD-nin, televizorun işinin idarə edilməsinə, kanalların çevrilməsinə, səs azaltma, səs çoxaltma funksiyalarını yerinə yetirir. Eyni zamanda siçan, yəni mouse da kompüterin işinin idarə edilməsinə kömək eləyir. Kompüterin hər hansısa bir simgəsinin proqramının üzərinə siçanın oxunu gətirməklə və siçanın sol düyməsini 2 dəfə klik eləməklə, yəni üzərinə basmaqla biz nə etmiş ola bilərik? Proqramı aça bilərik, onun işini idarə edə bilərik. Hətta səs azaldanın, səs çoxaldanın üzərinə gətirərək səs vibrasiyasının belə deyək ki, yuxarı aşağı tezliyini müəyyən edə bilərik və s. və s. Oxşar cəhət odur ki, hər ikisi aid olduqları sistemi idarə edir. Belə. Sual 4. Bu işarələri kompüter otağında görmək olar. Onları necə başa düşürsünüz? Gəlin, baxaq görək onları necə başa düşürsünüz. Uşaqlar, bu elektrik şəbəkəsi, elektrik keçiricisinə aid olan bir şəkildir. Burada bizə deyir ki, böyük ehtimalla, yəni əlimizi o olan hissəyə vurmayaq və suluykən ümumiyyətlə onun yanından belə keçmək təhlükəlidir, təsəvvür edin. Çünki əlimizdən düşən hər bir damcı elektrik şəbəkəsinə yaxın keçə bilər və bu partlayışa səbəb olur. Digəri isə, yəni ekranın, yəni monitorun bulanmaması, monitoru zədələməmək üçün ona toxunmamağın lazım olduğunu göstərir. Belə, sual 5-ə baxırıq. Qrafik redaktorda düz xətt çəkmək üçün hansı alətdən istifadə etmək olar? Düz xətt çəkmək üçün oval və yaxud kvadrat işarəsinə ehtiyac yoxdur. Bu pozan işarəsi silmək üçündür. Əlbəttə ki, bu karandaş şəkil olan simgə olacaq. Bununla rahatlıqla belə bir düz xətt çəkə bilərik beləsinə. Sonuncu sual belədir. Hərfi böyük yazmaq üçün hansı klavişi onunla birgə basmaq lazımdır? Gəlin, baxıq görək. Uşaqlar, əlbəttə ki, bu shiftdir, yəni bu olacaq. Bununla birgə hərfi bassan, hərf avtomatik olaraq, yəni böyük hərf rejimində yazılmış olacaq. Enter bir aşağı cərgiyə və kontrolda o deyil. Yəni shift burada doğru cavabdır qısacası. Belə uşaqlar, bugünlük bu qədər. Ümid edirəm bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.